Ən-Nisa surəsi, Qadınlar surəsi. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Ey insanlar! Sizi tək bir nəfsdən yaradıb, ondan zövcəsini xəlq edən və o ikisindən də bir çox kişilər və qadınlar törədən Rəbbinizdən qorxun. Bir-birinizdən bir şey istədiyiniz zaman adından istifadə etdiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin. Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir. Həddi buluğa çatdıqları zaman yetimlərə mallarını geri verin və pisi yaxşı ilə dəyişdirməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Həqiqətən bu böyük günahdır. Əgər yetim qızlar barəsində ədalətli ola bilməyəcəyinizdən qorxsanız, bəyəndiyiniz qadınlardan ikisi, üçü, dördü ilə nikah bağlayın. Əgər ədalətli ola bilməməkdən qorxsanız, onda tək bir qadınla və ya sahib olduğunuz kənizlərlə kifayətlənin. Haqsızlığa yol verməməyiniz üçün ən uyğun olan budur. Qadınlara mehirlərini könül xoşluğu ilə verin. Əgər öz xoşları ilə ondan sizə bir şey bağışlasalar, onu nuşcanlıqla yeyin. Dolanmağınız üçün Allahın sizə bəxş etdiyi mal-mülkünüzü səfehlərə verməyin. Onları ondan yedirib geyindirin və onlara yaxşı söz söyləyin. Nikah yaşına çatanadək yetimləri sınayın. Əgər onların ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə onu, mallarını israf edib tələm-tələsik yeməyin. Qəyyumlardan kim zəngirdirsə, yetimin malından uzaq dursun. Qəyyumlardan kasıb olan isə ehtiyacına uyğun bir şəkildə ondan yesin. Mallarını özlərinə qaytaracağınız zaman yanlarında şahid tutun. Haqq hesab çəkməyə Allah kifayətdir. İstər az, istər çox olsun, ata, ana və qohumların qoyub getdikləri mal-mülkdən kişilər üçün müəyyən edilmiş bir pay, qadınlar üçün də müəyyən edilmiş bir pay vardır. Mirasın bölgüsündə varis olmayan qohumlar, yetimlər və yoxsullar iştirak edərlərsə, onlara da ondan, o maldan bir şey verin və onlara gözəl söz söyləyin. Arxalarında aciz övladlar qoyub gedəcəkləri təqdirdə halları necə olar deyə qorxanlar, yetimlərə haqsızlıq etməkdən də qorxsunlar. Ona görə də Allahdan çəkinsinlər və doğru söz söyləsinlər. Şübhəsiz yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq od doldurarlar və onlar yandırıb yaxan bir oda girəcəklər. Allah övladlarınız haqqında sizə əmr edir ki, oğula 2, qızın payı qədər düşür.
Ölən şəxsin qızları 2-dən artıq olarsa, mirasın 3/2-si onlarındır. Əgər tək bir qızdırsa, mirasın yarısı onundur. Əgər onun övladı olmayıb, varisi ata və anasıdırsa, mirasın 1/3 anaya düşür. Əgər onun ölmüş kimsənin qardaşları varsa, mirasın 1/6 anaya düşür. Bütün bu bölgü ölən kimsənin edəcəyi vəsiyyətdən və ya borcu ödənildikdən sonradır. Atalarınızdan və övladlarınızdan faydalı olmaq cəhətdən hansının sizə daha yaxın olduğunu bilməzsəniz, bunlar Allah tərəfindən müəyyən edilmiş paylardır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir. Əgər zövcələrinizin övladı yoxdursa, onların qoyub getdikləri mirasın yarısı sizindir. Əgər onların övladı varsa, qoyub getdiklərinin 1/4 sizindir. Bu bölgü edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin övladınız yoxdursa, qoyub getdiyiniz mirasın 1/4 onlara, arvadlarınıza düşür. Əgər sizin övladınız varsa, qoyub getdiyiniz mirasın 8/1 onlara düşür. Bu bölgüdə edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır. Əgər miras qoyan kişi və ya qadının ata-anası və övladı olmayıb, bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın 1/6 düşür. Əgər bundan daha çox olsalar, onlar 1/3 şərikdirlər. Bu bölgü ediləcək vəsiyyətdən və ya borc ödənildikdən sonra və heç kimə zərər verilmədən aparılır. Bunlar Allahdan sizə bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir. Bunlar Allahın qoymuş olduğu sərhədlərdir. Kim Allaha və onun Peyğəmbərinə itayət edərsə, Allah onu ağacları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Bax, böyük uğur budur. Kim Allaha və onun Peyğəmbərinə üsyan edər və onun, Allahın qoymuş olduğu sərhədlərini aşarsa, Allah onu içində əbədi qalacağı cəhənnəmə daxil edəcəkdir. Orada onun üçün alçaldıcı bir əzab vardır. Qadınlarınızdan zina edənlərə qarşı aranızdan 4 şahid gətirin. Əgər onlar şahidlik edərlərsə, onları, həmin qadınları ölümləri çatana qədər, yaxud Allah onlar üçün bir yol açana qədər evlərdə həbs edin. İçinizdən zina edən 2 nəfərin hər ikisinə də əziyyət verin. Əgər onlar tövbə edib özlərini düzəltsələr, onlardan əziyyət verməkdən əl çəkin. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, mərhəmətlidir. Allahın qəbul etdiyi tövbə yalnız nadanlıqla pis bir iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir. Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman, mən indi tövbə etdim deyən kimsələrin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlanmışıq.
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, onlara verdiyinizin bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın. Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah çoxlu xeyir nəzərdə tutmuşdur. Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mehir vermiş olsanız da, ondan heç bir şeyi geri almayın. Böhtan ataraq və açıq-aşkar günah bir iş görərək, onu geri mi alacaqsınız? Onu necə geri alırsınız? Axı vaxtı ilə bir-birinizdə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm bir təminat almışdılar. Keçmişdə olanlar istisna olmaqla, artıq atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən bu çox kirçin və iyrənc işdir, pis bir yoldur. Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub, sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla cinsi əlaqədə olmamışsınızsa, sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da sizə haram edilmişdir. Ancaq keçmişdə baş vermiş bu görüşlər istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir. Müharibədə əsir alaraq sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınlar da Allahın yazısı olaraq sizə haram edilmişdir. Onlardan başqalarını isə namuslu olmaq və zina etməmək şərti ilə mallarınızla mehrini verib, istəməyiniz sizə halal edildi. Onlardan faydalanmağınız əvəzində vacib olan mehirlərini verin. Mehir müəyyən edildikdən sonra razılaşmanızda sizə günah yoxdur. Həqiqətən Allah biləndir, hikmət sahibidir. Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz, elə isə iffətli olmaları, zina etməmələri və aşnası olmaması şərti ilə sahiblərindən icazə alıb, mehirlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların cəzası azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu, cariyə ilə evlənmə icazəsi sizdən zinaya düşməkdən qorxan kimsələr üçündür. Səbr etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, mərhəmətlidir. Allah bilmədiklərinizi sizə açıqlamaq, sizdən əvvəlkilərin getdiyi yaxşı yolları sizə göstərmək və sizin tövbələrinizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir, hikmət sahibidir. Allah tövbələrinizi qəbul etmək istəyir. Nəfsani arzularına uyanları isə sizin böyük bir əyriliyə meyil etməyinizi istəyirlər. Allah sizin yükünüzü yüngülləşdirmək istəyir. Axı insan
zəif olaraq yaradılmışdır. Ey iman gətirənlər! Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla, haqsızlıqla və haram yolla yeməyin və özünüzü, bir-birinizi öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir. Kim düşmənçiliklə və zalımcasına bunu edərsə, haram yeyər, yaxud haqsız yerə birini öldürərsə, biz onu cəhənnəm oduna atacağıq. Bu, Allah üçün çox asandır. Əgər sizə qadağan edilmiş böyük günahlardan çəkinirsinizsə, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə, cənnətə daxil edərik. Allahın birinizi digərindən üstün tutduğu şeyi arzulamayın. Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır. Allahdan onun lütfünü istəyin. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Ata, ana və yaxın qohumların qoyub getdiklərindən də hər bir kişi və qadın üçün varislər təyin etdik. Əhd bağladığınız şəxslərin paylarını da özlərinə verin. Şübhəsiz ki, Allah hər şeyə şahiddir. Allahın insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından sərf etdiklərinə görə kişilər qadınların idarəçisi və himayədarlarıdır. Əməli salih qadınlar itayətkardırlar. Allah onları qoruduğu üçün onlar da gizli olanı qoruyarlar. Özbaşınalıq etməsindən qorxduğunuz qadınlara gəlincə, onlara nəsiyyət edin. Yola gəlməzlərsə, yataqda onları yalnız buraxın və yenə yola gəlməzlərsə, onları döyün. Əgər sizə itayət edərlərsə, artıq onlar üçün başqa bir yol axtarmayın. Şübhəsiz ki, Allah ucadır, böyükdür. Əgər o ikisinin aralarının dəyməsindən qorxsanız, onda kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif göndərin. Əgər bu iki vasitəçi ər-arvadı barışdırmaq istəsələr, Allah o ikisinin arasını düzəldər. Həqiqətən Allah hər şeyi biləndir, hər işdən xəbərdardır. Allaha ibadət edin və heç bir şeyi ona şərik qoşmayın. Ata-anaya, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara yaxşılıq edin. Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz. Bunlar xəsislik edən, insanlara xəsisliyi əmr edən və Allahın öz lütfündən onlara verdiyi şeyi gizlədən kəsləridir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Bunlar Allaha və axirət gününə iman gətirmədikləri halda mallarını insanlara göstəriş üçün infaq edənlərdir. Şeytan kimə yoldaşlıq edərsə, bilsin ki, o necə də pis bir yoldaşdır. Əgər onlar Allaha və axirət gününə iman gətirib, Allahın onlara verdiyi ruzidən ehtiyac sahiblərinə infaq etsəydilər, nə olardı? Allah onları yaxşı tanıyır. Şübhə yoxdur ki, Allah zərrə qədər də zülm etməz. Əgər insanın yaxşı bir əməli olarsa, Allah onu 2 qat artırar
və öz dərgahından ona böyük bir mükafat verər. Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də onlara şahid gətirdiyimiz zaman onların halı necə olacaq? Kafir olub Peyğəmbərə asi olanlar o gün, axirət günü yerlə bir olmağı arzu edəcəklər. Onlar heç bir sözü əməli Allahdan gizlədə bilməzlər. Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər və cünub olduğunuz zaman yolcular istisna olmaqla qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə yaxud səfərdə olsanız və ya sizdən biri ayaq yolundan gəlsə, yaxud qadınlarla yaxınlıq etsəniz, su tapmasanız, təmiz bir torpaqla təyəmmüm edin. Torpağı üzünüzə və əllərinizə sürtün. Həqiqətən Allah əff edəndir, bağışlayandır. Özlərinə kitabdan bir pay verilmiş kimsələri görmədinmi? Onlar haqq yolun əvəzinə zəlaləti satın alır və sizin də haqq yoldan çıxmağınızı istəyirlər. Allah sizin düşmənlərinizi çox yaxşı tanıyır. Dost olaraq da, yardımcı olaraq da Allah kifayətdir. Yahudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib büzərək dinə tənə vurmaq məqsədi ilə eşitdik və qarşı çıxdıq. Eşit, eşitməz olasan. Rayina deyirlər. Əgər onlar dinlədik və itayət etdik, dinlə və bizə bax desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı, daha doğru olardı. Lakin küfürləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla onlar iman gətirməzlər. Ey kitab əhli! Biz üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl, əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə, Qurana iman gətirin. Allahın əmri mütləq yerinə yetəcəkdir. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən o, böyük bir günahla Allaha iftira atmış olar. Özlərini təmizə çıxaran kimsələri görmədinmi? Əksinə Allah dilədiyi kimsəni təmizə çıxardar və onlara xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməz. Bax, Allaha qarşı necə yalan uydururlar. Açıq-aşkar bir günah olaraq bu, onlara yetər. Özlərinə kitabdan bir pay verilənləri görmədinmi? Onlar cibdə və tağuta inanır və kafirlər haqqında bunlar möminlərdən daha doğru yoldadırlar deyirlər. Onlar Allahın lənət etdiyi kimsələrdir. Allah lənət etdiyi kimsəyə heç bir köməkçi tapa bilməzsən. Yoxsa onların mülkdən bir payı mı var? Əgər elə olsaydı, çərdəyin tumurcuğunu belə insanlara verməzdilər. Yoxsa onlar Allahın öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Halbuki biz İbrahim ailəsinə kitab və hikmət vermiş,
onlara böyük bir hökmranlıq bəxş etmişdik. Onlardan bəzisi ona, İbrahimə iman gətirdi. Bəzisi də ondan üz çevirdi. Üz çevirənlərə cəhənnəmin yandırıcı alovu kifayətdir. Şübhəsiz ayələrimizi inkar edənləri cəhənnəmə atacağıq. Onların dəriləri bişdikcə əzabı dadsınlar deyə dərilərini başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən Allah qüdrətlidir, hikmət sahibidir. İman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tərtəmiz zövcələr vardır. Onları orada sıx kölgəliklərlə daxil edəcəyik. Allah sizə əmanətləri sahiblərinə verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir. Ey iman gətirənlər! Allaha itayət edin, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə də itayət edin. Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə ərz edin. Bu, həm daha xeyirli, həm də nəticə etibarı ilə daha gözəldir. Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar tağuta inanmamaları əmr olunduğu halda onun huzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları uzaq, dərin bir zəlalətə salmaq istəyir. Onlara aranızda hökm verilməsi üçün Allahın nazil etdiyinə, Qurana və Peyğəmbərə gəlin deyildiyi zaman münafiqlərin səndən tamamilə üz döndərdiklərini görərsən. Bəs öz əlləri ilə etdikləri əməllər səbəbilə onların başına bir müsibət gəldiyi zaman sənin yanına gələrək, biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik, deyə Allaha and içdikləri vaxt onların halı necə olacaq? Onlar o kəslərdir ki, Allah onların ürəklərindəkini bilir, elə isə onlardan üz çevir və onlara öyüd nəsihət verərək özləri haqqında təsirli söz söylə. Biz hər bir peyğəmbəri Allahın izni ilə yalnız özünə itayət olunması üçün göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər. Xeyr, Rəbbinə and olsun ki, onlar öz aralarındakı ixtilaflar barəsində səni hakim təyin edib, sonra da verdiyin hökmə görə içlərində bir sıxıntı hiss etməyib, tam bir təslimiyyətlə təslim olmayınca iman gətirmiş olmazlar. Əgər biz onlara özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın deyə əmr etsəydik, onların az bir hissəsi istisna olmaqla bunu yerinə yetirməzdilər. Əgər özlərinə verilən öyüd nəsihətlərə əməl etsəydilər, əlbəttə bu onlar üçün
daha xeyirli olacaq və imanlarını daha çox möhkəmləndirəcəkdir. O zaman onlara öz tərəfimizdən böyük bir mükafat verərdik və həqiqətən onları doğru yola yönəldərdik. Kim Allaha və Peyğəmbərə itayət edərsə, onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməli salihlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır. Bu lütf Allahdandır. Hər şeyi bilən olaraq Allah yetər. Ey iman gətirənlər! Tədbirinizi alın və dəstə-dəstə yaxud hamılıqla cihada çıxın. Sizdən elələri var ki, cihada çıxdığınız zaman ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım. Əgər Allahdan sizə bir lütf, zəfər yetişərsə, sanki sizinlə onun arasında heç bir yaxınlıq yoxmuş kimi belə deyər: Kaş, mən də onlarla birlikdə olub, böyük bir uğur qazanaydım. Elə isə dünya həyatını axirət qarşılığında satanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik. Sizə nə olub ki, Allah yolunda və ey Rəbbimiz, əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə öz tərəfindən bir himayəçi, dost və bir yardımcı göndər, deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz. İman gətirənlər Allah yolunda döyüşürlər. Kafirləri isə tağut yolunda döyüşürlər. Elə isə şeytanın dostları ilə vuruşun. Şübhəsiz ki, şeytanın hiləsi zəifdir. Müharibədən əllərinizi çəkin, namazı qılın və zəkatı verin. Deyilən kimsələri görmədinmi? Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və ey Rəbbimiz, müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın? Dedilər, onlara de ki, dünya mənfəəti azdır, axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir. Harada olursanızsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə, ölüm sizə çatacaqdır. Əgər onlara bir yaxşılıq yetişərsə, bu Allah tərəfindəndir, deyərlər. Əgər onlara bir pislik toxunarsa, bu səndəndir, deyərlər. De, hamısı Allahdandır. Bu insanlara nə olub ki, az qala söz də başa düşmürlər. Sənə gələn hər bir yaxşılıq Allahdandır, başına gələn hər bir pisliyi isə özündəndir. Ey Rəsulum, səni insanlara elçi olaraq göndərdik. Buna şahid olaraq Allah yetər. Kim Rəsula itayət edərsə, şübhəsiz ki, Allaha itayət etmiş olar. Üz döndərənə gəldikdə, biz səni onların başına gözətki göndərmədik. Ey Rəsulum, sənə baş üstə deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi
sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə onlardan üz çevir və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər. Onlar Qur'anı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, həqiqətən onda çoxlu ziddiyyətlər tapardılar. Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu Peyğəmbərə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr onun nə olduğunu bilərdilər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla şeytana uyacaqdınız. Ona görə də Allah yolunda vuruş. Sən özündən başqasına görə məsul deyilsən. Möminləri də cihada təşviq et. Ola bilsin ki, Allah kafirlərin gücünü qırar. Allahın gücü daha çox, cəzası isə daha şiddətlidir. Kim yaxşı bir işə vasitəçi olarsa, ona o işdən bir pay düşər. Kim pis bir işə vasitəçi olarsa, ona da o işdən bir pay düşər. Allah hər şeyə gücü yetəndir. Sizə salam verilən zaman siz ondan daha gözəl bir şəkildə və ya eynisi ilə salama cavab verin. Şübhəsiz ki, Allah hər şeyin haqq hesabını çəkəndir. Allahdan başqa heç bir ilah yoxdur. Şübhəsiz, o, qopacağına şəkk olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Allahdan daha doğru danışan kimdir? Sizə nə olub ki, münafiqlər barəsində iki qrupa ayrıldınız? Halbuki Allah onları qazandıqları şeylərə görə baş aşağı etmişdir. Allahın azdırdığı kimsəni doğru yola mı gətirmək istəyirsiniz? Allah kimi azdırarsa, onun üçün heç bir doğru yol tapa bilməzsən. Onlar sizin də özləri kimi kafir olmağınızı istədilər ki, beləcə onlarla eyni olasınız. Ona görə də Allah yolunda hicrət edənə qədər onlardan heç birini özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları yaxalayın və harada görsəniz, öldürün. Onlardan özünüzə nə dost, nə də köməkçi tutun. Ancaq sizinlə aralarında müqavilə olan bir tayfaya sığınanlar, yaxud sizinlə vuruşmaqdan və ya öz qövmləri ilə vuruşmaq istəmədikləri üçün ürəkləri sıxılaraq sizə gələnlər istisnadır. Əgər Allah diləsəydi, həqiqətən onları sizə ürcah edərdi və onlar sizinlə vuruşardılar. Əgər sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, Allah sizə onlara qarşı bir yol izləmək haqqı verməz. Həm sizdən, həm də öz cəmaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə fəsad törətməyə sövq edilsələr, başı aşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və sizdən əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Onlara qarşı sizə açıq bir səlahiyyət verdik. Səhvən olması istisna olmaqla heç bir möminin başqa bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və ölənin ailəsinə qan bahası verməlidir.
Öldürülənin ailəsinin qan bahasını bağışlaması istisnadır. Əgər öldürülən şəxs mömin olub, sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər öldürülən şəxs sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qan bahası verməli və mömin bir qul azad etməlidir. Kim buna imkan tapa bilməsə, arxa-arxaya 2 ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir. Kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır. Ey iman gətirənlər! Allah yolunda cihad etmək üçün səfərə çıxdığınız zaman, qarşılaşdığınız kimsənin müsəlman olub olmadığını yaxşıca araşdırın. Sizə salam verən bir kimsəyə dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq, sən mömin deyilsən, deməyin. Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə qarşılaşdığınız kimsənin müsəlman olub olmadığını yaxşıca araşdırın. Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. Möminlərdən üzürsüz cihada getməyib evdə oturanlar, Allah yolunda malları və canları ilə cihad edənlərlə bir deyillər. Allah malları və canları ilə cihad edənləri, cihada getməyib evdə oturanlardan dərəcə etibarı ilə üstün tutdu. Allah hamısına gözəllik, cənnət vəd etmişdir. Ancaq Allah cihada gedənləri, cihada getməyib evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir. Öz tərəfindən dərəcələr, bağışlanma və mərhəmət ilə onları üstün etmişdir. Allah bağışlayandır, rəhimlidir. Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər, nə işlə məşğul idiniz? Onlar dedilər, biz yer üzündə aciz idik. Mələklər dedilər, Allahın yeri hicrət edəcəyiniz qədər geniş deyildimi? Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir. Kişilər, qadınlar və uşaqlardan aciz olub heç bir çarə və hər hansı bir yol tapa bilməyənləri isə istisnadır. Ola bilsin ki, Allah onları bağışlasın. Allah əfv edəndir, bağışlayandır. Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah və onun Peyğəmbəri yolunda hicrət etmək üçün evindən çıxar, sonra da ölümü çatarsa, onun mükafatını vermək Allaha aiddir. Allah bağışlayandır, rəhimlidir. Yer üzündə səfərə çıxdığınız zaman, əgər kafirlərin sizə zərər yetirəcəklərindən qorxsanız, namazı qısaltmağınız sizə günah deyil. Həqiqətən kafirlər sizin açıq-aşkar düşməninizdir. Ey Rəsulum! Sən döyüş əsnasında əskərlərin arasında olub, onlara namaz qıldırdığın zaman, onlardan bir dəstə səninlə birlikdə namaza dursun.
silahlarını da özləri ilə götürsünlər. Onlar namaz qılıb səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra namaz qılmamış olan digər dəstə gəlib, səninlə birlikdə namaz qılsın. Onlar da ehtiyat tədbirləri alsınlar və silahlarını götürsünlər. Kafirlər istəyərlər ki, kaş siz silah sursatınızdan və əşyalarınızdan xəbərsiz uzaqda olaydınız və sizin üzərinizə bir dəfəlik basqın edəydilər. Əgər yağışdan əziyyət çəkirsinizsə, yaxud xəstə olarsınızsa, silahlarınızı yerə qoymağınız sizə günah deyil. Yenə də ehtiyat tədbirinizi görün. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır. Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin. Təhlükədən əmin olduğunuz zaman isə namazı tam şəkildə qılın. Çünki namaz müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir. Düşmən qövmlə döyüşmə istəyiniz barəsində zəiflik göstərməyin. Əgər siz acı çəkirsinizsə, bilin ki, onlar da sizin kimi acı çəkirlər. Üstəlik siz onların ümid etmədikləri şeyləri Allahdan ümid edirsiniz. Allah hər şeyi biləndir, hikmət sahibidir. Allahın sənə göstərdiyi şəkildə insanlar arasında hökm verəsən deyə, kitabı sənə haqq olaraq nazil etdik. Ona görə də xainlərin müdafiəçisi olma. Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah bağışlayandır, rəhimlidir. Özlərinə xəyanət edən kimsələr üçün mübahisə etmə. Şübhəsiz ki, Allah günahkar, xain kimsəni sevməz. Onlar etdiklərini insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Gecə vaxtı onun razı qalmadığı sözləri sərf etdikləri zamanda Allah onların yanında idi. Allah onların etdiklərini elmi ilə əhatə etmişdir. Bax, siz dünya həyatında onlar üçün mübahisə edən kəslərsiniz. Bəs qiyamət günü kim onlar üçün Allahla mübahisə edəcək? Yaxud kim onlara vəkil olacaq? Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər. Kim bir günah qazanarsa, onu yalnız öz əleyhinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir. Kim bir xəta edər, yaxud günah iş görər, sonra da onu günahsız bir kimsənin üstünə atarsa, şübhəsiz o, günahkar, iftira və açıq-aşkar bir günah yüklənmiş olar. Əgər sənə Allahın lütfü və mərhəməti olmasaydı, onlardan bir dəstə səni haqdan azdırmaq niyyətində olardı. Halbuki onlar özlərindən başqasını azdıra bilməzlər və sənə heç bir zərər verə bilməzlər. Allah sənə kitabı, Quranı və hikməti nazil etdi. Eləcə də daha əvvəl bilmədiklərini öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
Onların fısıldaşmalarının çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxud yaxşılığı və ya insanların arasını düzəltməyi, sülhü əmr edən kimsənin fısıldaşması istisnadır. Kim Allahın rizasını qazanmaq üçün bunu edərsə, biz ona böyük mükafat verəcəyik. Haqq yol aydın olduqdan sonra kim Peyğəmbərə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarır. Ora necə də pis bir qayıdış yeridir. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqasını dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən o, haqdan uzaq bir zəlalətə düşmüşdür. Onlar Allahı qoyub, yalnız dişi bütlərə dua edir və inadkar şeytandan diləyirlər. Allah ona, şeytana lənət etmiş, o isə demişdi, mütləq qullarından müəyyən bir qismini ələ keçirəcəyəm. Onları hökmən azdırıb, puç xülyalara salacaq və onlara əmr edəcəyəm ki, bütlər üçün nişanlamaq məqsədi ilə heyvanların qulaqlarını kəssinlər. Onlara Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm. Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən o, açıq-aşkar ziyana düşmüşdür. Şeytan onlara vəd verər və onları ümidləndirər. Ancaq şeytanın onlara vəd verməsi yalandan başqa bir şey deyildir. Onların sığınacaqları yer cəhənnəmdir. Oradan qaçıb xilas olacaqları bir yer tapa bilməyəcəklər. İman gətirib yaxşı işlər görənləri isə ağacları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Bu, Allahın haqq olan vədidir. Söz vermək və onu tutmaq baxımından Allahdan daha doğru kim ola bilər? Nə sizin xülyalarınız, nə də kitab əhlinin xülyaları həqiqət deyildir. Kim pis bir iş görərsə, ona görə cəzalandırılar və Allahdan başqa özünə nə bir dost, nə də bir köməkçi tapa bilər. Kişi yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin çuxuru qədər belə haqsızlıq edilməyəcək. Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən və İbrahimin hənif dininə tabe olan kimsədən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi özünə dost tutmuşdur. Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi elmi və qüdrəti ilə əhatə etmişdir. Səndən qadınlar barəsində fitva istəyirlər. De, verilməsi vacib olan mirası verməyib, nikahlamaq istədiyiniz yetim qadınlar, aciz uşaqlar və yetimlərə qarşı ədalətlə rəftar etməyiniz barəsində fitvanı sizə Allah və kitabda oxunan ayələr verir. Şübhəsiz ki, etdiyiniz hər bir xeyir iş Allah bilir. Əgər bir qadın öz ərinin köbud rəftarından,
yaxud özündən üz çevirməsindən qorxarsa, arvadın öz aralarında barışığa gəlmələri onlara günah deyil. Barışmaq daha xeyirlidir. Nəfslər xəsisliyə, qısqanclığa hazırdır. Əgər yaxşı dolanıb Allahdan qorxsanız, bilin ki, şübhəsiz Allah sizin etdiklərinizdən xəbərdardır. Zövcələr arasında ədalətli davranmağa nə qədər çox istəsəniz də, əsla bacara bilməzsiniz. Ona görə də birini asılı vəziyyətdə qoyub, digərinə tamamilə meyil göstərməyin. Əgər barışığa gəlib, belə hərəkətlərdən çəkinsəniz, bilin ki, həqiqətən Allah bağışlayandır, rəhimlidir. Əgər ər-arvad bir-birindən ayrılsalar, Allah hər ikisini öz geniş lütfü və neməti ilə zəngin edər. Maddi imkanlar baxımından həyat yoldaşına möhtac qalmaqdan xilas edər. Allah lütfü ilə genişdir, hikmət sahibidir. Göylərdə və yerdə nə varsa hamısı Allahındır. Sizdən əvvəl özlərinə kitab verilənlərə də, sizə də əmr etdik ki, Allahdan qorxun. Əgər Allahı inkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa hamısı Allahındır. Allah heç nəyə möhtac deyildir. Hər cür tərifə layiqdir. Göylərdə və yerdə nə varsa hamısı Allahındır. Vəkil olaraq Allah yetər. Ey insanlar! Əgər Allah istəsə, sizi yox edib, yerinizə başqalarını gətirər. Allah buna qadirdir. Kim dünya mükafatını istəyərsə bilsin ki, dünyanın da, axirətində mükafatı Allah dərgahındadır. Allah hər şeyi eşidəndir, görəndir. Ey iman gətirənlər! Özünüzün və ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti təmin edən və Allah üçün şahidlik edən kimsələr olun. Haqqında şahidlik etdiyiniz kimsələr istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də sizdən daha yaxındır. Nəfsinizin arzusuna uyaraq, haqdan üz çevirməyin. Əgər yalan danışaraq dilinizi bükər, yaxud şahidlikdən boyun qaçırarsınızsa, bilin ki, həqiqətən Allah sizin etdiklərinizdən xəbərdardır. Ey iman gətirənlər! Allaha, onun Peyğəmbərinə nazil etdiyi kitaba və daha əvvəl nazil etdiyi kitablara iman gətirin. İmanınızda əzimkar olun. Kim Allahı, mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar edərsə, haqdan uzaq bir zəlalətə düşmüş olar. Həqiqətən iman gətirib sonra kafir olan, sonra yenə iman gətirib yenə kafir olan, sonra da küfürlərini artıran kimsələri Allah nə bağışlayar, nə də doğru yola yönəldər. Bunlar qəlblərində iman tam olaraq yerləşməyib, qərarsız olan və iman ilə küfr arasında ömür sürən, axırda da küfrün tərəfində yer alan kafir və münafiqlərdir. Münafiqlərə onlar üçün şiddətli əzab olacağını müjdələ.
Möminləri qoyub kafirləri dost tutanlar izzəti onların yanında mı axtarırlar? Şübhəsiz ki, bütün izzət Allaha məxsusdur. Allah kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onların ayələrin ələ salındığını eşitdiyiniz zaman onlar, kafirlər bundan başqa bir sözə, mövzuya keçənə qədər onlarla birlikdə oturmayın. Yoxsa siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayacaqdır. Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər, münafiqlər belə deyərlər: biz də sizinlə birlikdə deyildikmi? Əgər kafirlərə zəfər nəsib olarsa, bu dəfə onlara: biz müharibədə üstünlüyünüzü təmin edib, sizi möminlərdən qorumadığmı? Deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcək və kafirlərə, möminlərin əleyhinə bir yol verilməyəcəkdir. Həqiqətən münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadar, aldatmalarını cəzalandırar. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini insanlara göstərər və Allahı çox az zikr edərlər. Onlar bunların arasında tərəddüd edib, nə onlara, nə də bunlara bağlanarlar. Allahın azdırdığı kimsə üçün heç bir çıxış yolu tapa bilməzsən. Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın. Bunu edərək, öz əleyhinizə Allaha açıq bir dəlilmi vermək istəyirsiniz? Şübhəsiz münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Artıq onlar üçün heç bir yardımcı tapa bilməzsən. Ancaq tövbə edib özlərini islah edən, Allaha sarılan və Allah üçün dinlərini ixlasla yerinə yetirən kimsələr istisnadır. Onlar möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir. Əgər şükür edib iman gətirsəniz, Allah sizə niyə əzab versin? Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir. Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. Əgər yaxşı bir əməli açıqlasanız, yaxud gizlətsəniz və ya pis bir əməli əfv etsəniz, şübhəsiz ki, Allah da bağışlayandır, qüdrətlidir. Şübhəsiz Allahı və Peyğəmbərlərini inkar edən, Allah və Peyğəmbərlərini iman gətirmək etibarı ilə bir-birindən ayırmaq istəyərək, Peyğəmbərlərin bir qisminə inanırıq, bir qisminə isə inanmırıq deyən və bunlar iman və küfr arasında bir yol tutmaq istəyənlərə gəldikdə, onlar həqiqətən əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Allaha və Peyğəmbərlərinə iman gətirərək onlardan heç birini digərindən ayırmayanlara gəldikdə, onlara mükafatlarını Allah verəcəkdir. Allah bağışlayandır, rəhimlidir.
Ey Rəsulum, kitab əhli yəhudilər səndən özlərinə göydən bir kitab endirməyini istəyirlər. Halbuki onlar Musadan bundan daha böyüyünü istəyərək belə demişdilər. Bizə Allahı açıq bir şəkildə göstər. Zülümləri səbəbilə onları ildırım vurmuşdu. Bunun ardınca onlara açıq aydın dəlillər gəldikdən sonra bu zovu özlərinə ilah qəbul etdilər. Biz bunu da bağışladıq və Musaya açıq bir dəlil verdik. Verdikləri sözə riayət etsinlər deyə, Turu onların üzərinə qaldırdıq və onlara qapıdan səcdə edərək daxil olun, dedik. Həmçinin biz şənbə günü həddi aşmayın, ov qadağasını pozmayın dedik və onlardan möhkəm bir əhd aldıq. Onları lənətləməyimiz, verdikləri əhdi pozmaları, Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri və ürəklərimiz pərdəlidir demələrinə görədir. Xeyr, küfürlərinə görə Allah onların qəlblərini möhürləmişdir. Artıq onların az bir qismi iman gətirər. Həmçinin inkar etmələri və Məryəmə böyük bir iftira atmaları səbəbilə lənətə düçar oldular. Biz Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük demələridir. Halbuki onu İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara o öldürdükləri şəxs İsa'ya bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar əlbəttə şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir doğru bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu, İsa'nı qətiyyən öldürmədilər. Əksinə Allah onu özünə öz dərgahına qaldırmışdır. Allah yenilməz qüvvət və hikmət sahibidir. Kitab əhlindən olan hər bir kəs ölümündən əvvəl mütləq ona İsa'ya iman gətirəcəkdir. Qiyamət günü isə İsa onlara şahidlik edəcəkdir. Yəhudilər zülm etdiklərinə və bir çox kimsəni Allahın yolundan döndərdiklərinə görə daha əvvəl özlərinə halal edilmiş gözəl nemətləri onlara haram etdik. Həmçinin bunu onlara qadağan olunduğu halda faiz aldıqları və haqsızlıqla insanların malını yedikləri üçün etdik. Onlardan kafir olanlar üçün acı bir əzab hazırlamışıq. Ancaq onlardan elmi güclü olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil edilənə iman gətirirlər. Namazı qılan, zəkatı verən, Allaha və axirət gününə iman gətirənlərə böyük mükafat verəcəyik. Biz Nuha və ondan sonraki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsa'ya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik. Daha əvvəl sənə haqlarında danışdığımız peyğəmbərlərə də, danışmadığımız peyğəmbərlərə də vəhy etdik. Allah
Musa ilə sözlə danışdı. Müjdə verən və xəbərdar edən peyğəmbərlər göndərdik ki, peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Allah qüdrətlidir, hikmət sahibidir. Lakin Allah sənə nazil etdiyi Quran ilə şahidlik edir ki, onu, Quranı öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Şahid olaraq Allah yetər. Həqiqətən kafir olub insanları Allahın yolundan döndərən kimsələr haqdan uzaq bir zəlalətə düşmüşlər. Şübhəsiz ki, kafir olub haqsızlıq edənləri Allah nə bağışlayar, nə də onlara başqa bir yol göstərər. Ancaq onlara içində əbədi qalacaqları cəhənnəm yolunu göstərər. Bu, Allah üçün çox asandır. Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqqı, Quranı gətirdi. Elə isə öz yaxşılığınız üçün ona iman gətirin. Əgər onu inkar etsəniz, bilin ki, şübhəsiz, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah hər şeyi biləndir, hikmət sahibidir. Ey kitab əhli! Dininizdə həddi aşmayın və Allah barəsində haqdan başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın Peyğəmbəri Məryəmə göndərdiyi sözü, ol sözünün nəticəsi və ondan bir nurdur. Ona görə də Allaha və Peyğəmbərlərinə iman gətirin və Tanrı üçdür deməyin. Öz yaxşılığınız üçün buna son qoyun. Şübhəsiz ki, Allah tək bir ilahdır. O, övladı olmaqdan uzaq və pakdır. Göylərdə və yerdə nə varsa, hamısı ona məxsusdur. Vəkil olaraq Allah kifayətdir. Nə Məsih, nə də müqərrəb, mələklər Allahın qulu olmağı əsla özlərini ar bilməzlər. Kim Allaha ibadət etməyi özünə ar bilib, təkəbbürlük göstərərsə, o, onların hamısını öz huzuruna toplayacaqdır. İman gətirib yaxşı işlər görənlərə gəldikdə, Allah onların mükafatlarını tam verəcək və öz lütfündən onlara daha çoxunu da bəxş edəcəkdir. Allaha ibadət etməyi özlərinə ar bilib, təkəbbürlük göstərənlərə gəldikdə isə, Allah onları acı bir əzabla cəzalandıracaqdır. Onlar özləri üçün, əzabdan xilas olmaq üçün Allahdan başqa nə bir dost, nə də bir köməkçi tapacaqlar. Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəlmişdir. Biz sizə açıq aydın bir nur, Quran nazil etmişik. Allaha iman gətirib ondan, onun dinindən möhkəm yapışanları Allah öz rəhmət və lütfüne daxil edəcək və onları özünə aparan doğru yola yönəldəcəkdir. Səndən fitva istəyirlər. De, atası və övladı olmayan şəxsin mirası haqqında Allah sizə fitva verir ki, əgər övladı olmayıb, bir bacısı olan adam vəfat edərsə, mirasın yarısı onundur, bacısınındır. Övladı olmayan bir qadın vəfat etdikdə, qardaşı onun varisidir. Əgər vəfat edənin 2 bacısı varsa, mirasın 2/3 onlarındır. Əgər vəfat edənin daha çox qardaşları və bacıları varsa, kişiyə bir qardaşa, 2 qadına, 2 bacıya düşən pay qədər miras düşür. Allah bunu
doğru yoldan çıxmayasınız deyə sizə bəyan edir. Allah hər şeyi biləndir.